Hər kəsə salam. Keçən dəfə videomda mən kitabxana işi haqqında qanunun birinci və ikinci fəsillərindən danışdım və hətta sonda həmin fəsilləri əhatə edən 10 sual paylaşdım. Və bugün isə kitabxana işi haqqında qanunun 3-cü və 4-cü fəsillərindən danışmaq istəyirəm. Bildiyimiz kimi 3-cü fəsil kitabxana fondu adlanır, 4-cü fəsil isə kitabxana xidmətinin təşkili adlanır. Gəlin başlayaq birinci kitabxana fondundan. Yəni bu fəsildə kitabxana fondunun tərkibinə nələr daxildir, kitabxana fondu hansıdır, Azərbaycan Respublikasının dövlət kitabxana fondları tutaq ki, hansılardır? Yəni bunlar haqqında məlumatlar verilib. Birinci maddə kitabxana fondunun tərkibi adlanır. Baxın, burada rahat bir formada yazmışam. Kitabxana fondunun tərkibi. Bax, bu 6 kitabxana fondunun tərkibini yadda saxlamaq lazımdır. Kitabxana fondunun tərkibinə kitab, jurnal, qəzet, əlyazmalar, elektron resurslar və audiovizual materiallar daxildir. Keçək digər kitabxana fondları nələrdir? Bir var kitabxana fondları, bir var Azərbaycan Respublikasının dövlət kitabxana fondu. Bax, bunları qarışdırmayaq, sadəcə kitabxana fondlarını yadımızda saxlayaq. Universal, sahəvi, çox sahəli və ixtisaslaşdırılmış kitabxana fondları var. Bir də təkrarlayıram, universal, sahəvi, çox sahəli və ixtisaslaşdırılmış. Azərbaycan Respublikasının dövlət kitabxana fonduna isə bunlar daxildir. Komplektləşdirmə, qarşılıqlı istifadə, depozitar mühafizə, mübadilə prinsipi əsasında təşkil edilən, bir də məlumat axtarış sisteminə malik olan kitabxana fondları. Yəni, bir var kitabxana fondu, baxın, burada qeyd eləmişəm, bu 4 universal, sahəli, çox sahəli və ixtisaslaşdırılmış. Bir də var, artıq dövlət kitabxana fondu isə komplektləşdirmə, qarşılıqlı istifadə, depozitar mühafizə, mübadilə prinsipi əsasında təşkil edilən, məlumat axtarış sisteminə malik olan kitabxana fondları. Keçək digər slaydımıza. Deməli, burada qeyd eləmişəm ki, kitabxanalarda olan nadir və qiymətli nəşrlər, xüsusi kolleksiyalar, qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Milli Mədəni Sərvətlər Reyestrinə daxildir. Belə bir sual düşə bilər. Kitabxanalarda olan nadir və qiymətli nəşrlər hara daxil edilir? Əgər belə bir sual düşsə, bilin ki, Milli Mədəni Sərvətlər Reyestrinə daxil edilir. Azərbaycan Respublikasının dövlət kitabxana fondu dövlət mülkiyyətdir. Belə bir sual da düşə bilər. Azərbaycan Respublikası dövlət kitabxana fondu nəyin mülkiyyətində tutaq ki, haranın mülkiyyətindədir? Artıq dövlət mülkiyyətindədir. Cavabını seçəcəksiniz. Keçdik 12-ci slaydımıza. Yenə qanuna qayıdaq görək. Burada bəzi nüansları yazmamışdım. Qanun üzərindən izah eləyəcəkdim. Kitabxana fondunun tərkibini dedik, fondları dedik, hansı fondlar var, Azərbaycan Respublikasının dövlət kitabxana fondları hansılardır dedik. Nadir və qiymətli nəşrlər harada mühafizə olunur, hara daxil edilir, deməli, dövlət Milli Mədəni Sərvətlər Reyestrinə daxil edilir və xüsusi rejimdə mühafizə olunur. Bunları dedik, dövlət mülkiyyətidir dedik. Maddə 14-ü orada qeyd etməmişdim və maddə 15-i. Bunları maddə 14 və maddə 15-i buradan belə deyim, izah eləyəcəm. Maddə 14 kitabxana fondlarının təsisi adlanır. Deməli, kitabxanalar dövlət və qeyri-dövlət nəşriyyatları tərəfindən buraxılan profilinə uyğun çap məhsullarını və digər informasiya daşıyıcılarını birinci növbədə almaq hüququna malikdir. Əslində bunu qeyd etmişdim. Baxın, burada daha asan şəkildə yazmışam. Orada biraz oxusa sizə qarışıq gələ bilər, amma burada asan formada yazmışam. Deməli, kitabxanalar ilk növbədə nələri almaq hüququna malikdir? Baxın, qeyd eləmişəm. Birinci, dövlət və qeyri-dövlət nəşriyyatları tərəfindən buraxılan informasiya daşıyıcılarını, yəni həm dövlət nəşriyyatları tərəfindən buraxılan informasiya daşıyıcıları, həm də qeyri-dövlət nəşriyyatları tərəfindən. İkinci isə profilinə uyğun çap məhsullarını. Bax, bu ikisini yadda saxlayan, bilin ki, ilk növbədə bunları almaq hüququna malikdir. Sonra keçdik. Deməli, bunlar nələr ola bilər? Yəni, dedik ki, biz dövlət və qeyri-dövlət nəşriyyatları tərəfindən tutaq ki, kitabxana kollektoru ola bilər, kitab ticarəti müəssisələri ola bilər, nəşriyyat orqanları ola bilər, tutaq ki, ayrı şəxslər tərəfindən aparılan müvafiq əməliyyatlar ola bilər, məcburi nüsxələrin alınması ola bilər, bağışlama yolu ola bilər və s. Yəni, bunların hamısı ilə bu, belə deyim,
kitab alma hüququnu əldə etmiş olurlar. Təhsil müəssisələrinin kitabxanalarının dərsliklərlə konfliktləşdirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalarla tənzimlənir. Müvafiq icra hakimiyyəti orqanları tabeçiliyində olan kitabxana fondlarının yeni nəşrlərlə konfliktləşdirilməsinə vəsait ayrılır. Keçək maddə 15-ə kitabxanaların pulsuz məcburi nüsxələrlə tədrisatı. Biz dedik ki, ümumiyyətlə, baxın, burada qeyd elədik ki, kitabxanalar həm dövlət nəşriyyatlarından, həm qeyri-dövlət nəşriyyatlarından informasiya daşıyıcıları əldə edirlər. Düzdürmü? İndi baxaq görək bunlar neçə nüsxə məcburi nüsxə, yəni neçə dənə belə deyək də, neçə kitab artıq məcburi nüsxə şəklində verilir kitabxanaya. Deməli, dövlət və qeyri-dövlət nəşriyyatları nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri, yəni bu qəzet və jurnal redaksiyalara aid deyil. Bax, bunu yadda saxlayın. Qəzet və jurnal redaksiyaları istisna olmaqla poliqrafiya fəaliyyəti ilə məşğul olan müəssisələr, hüquqi şəxslər çap etdiyi məhsulların, deməli, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın kitabxanasına 3 pulsuz məcburi nüsxə verilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın kitabxanasına. Amma profilinə uyğun olaraq Azərbaycan Respublikası Milli Məclisinin və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın kitabxanalarına 2 pulsuz məcburi nüsxə göndərməlidir. Ola bilər siz oxusanız bu sizə qarışıq gələr. Bax, belə yadda saxlayın. Dövlət nəşriyyatları, qeyri-dövlət nəşriyyatları, bir də poliqrafiya fəaliyyəti ilə məşğul olan müəssisələr. Bunlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın kitabxanasına 3 pulsuz məcburi nüsxə, sadəcə müvafiq icra hakimiyyəti orqanını yadda saxlaya bilərsiniz 3. Bir də Azərbaycan Respublikası Milli Məclisinin, bunu da yadda saxlayın, bilin ki, burada isə 2 pulsuz məcburi nüsxə göndərilir, yəni 2 tutaqça kitab göndərilir, aydındır, 2 məcburi nüsxə. Qəzet və nəşriyyat redaksiyaları isə bunların hər ikisinə 2 pulsuz məcburi nüsxə göndərir. Yəni, həm müvafiq icra hakimiyyəti orqanının tutaqça müəyyən etdiyi orqanın kitabxanasını, həm də Azərbaycan Respublikasının Milli Məclisinin müəyyən etdiyi orqanın kitabxanasına 2 pulsuz məcburi nüsxə göndərir. Sifarişçi ilə nəşriyyat arasında bağlanmış müqavilədə nəzərdə tutulduğu halda bu maddə müəyyən edilmiş məcburi nüsxələrin elektron variantları da kitabxanalara təqdim edilir. Yəni, təkcə belə deyim, çap materialları deyil, həm də elektron formada da kitabxanaya təqdim edirlər. Sonra, baxaq görə başqa, bax, bu çox vacib bir məlumatdır. Kitabxana fondunun tərkibinə daxil olan obyektlərdən istifadə, müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının tələblərinə uyğun olaraq həyata keçirilir. Belə bir sual düşə bilər. Kitabxana fondunun tərkibinə daxil olan obyektlər hansı qanun tələblərinə uyğun olaraq həyata keçirilir? Həmin dəqiqə siz müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanun variantını görən kimi götürməlisiniz. Keçək maddə 16-ya kitabxanaların mübadilə fondları. Ümumiyyətlə, Azərbaycan Respublikasının Milli Mədəni Sərvətlər reyestrlərinə daxil olmayan çap məhsulları və yaxud dedik ki, nadir nüsxələr Milli Mədəni Sərvətlər reyestrlərinə daxil olur və digər materiallar müəyyən olmuş qaydada bir kitabxanadan digərinə əvəzsiz verilə bilər. Qeyri-profil, dublet, nisbətən az istifadə edilən, habelə mübadilə fondu üçün ayrılan çap əsərləri və kitabxananın digər sənədləri həmən fonda verilir. Müvafiq icra hakimiyyəti orqanları beynəlxalq və ölkədaxili kitab mübadiləsini həyata keçirən kitabxanaların mübadilə fondları üçün əlavə kitab alınmasına vəsait ayrılırlar. Görək, maddə 17 depozitar kitabxanalar adlanır. Görək, nə deməkdir depozitar kitabxanalar? Əgər kitabxanalarda az istifadə edilən kitab varsa, yəni nadir hallarda istifadə edilirsə, amma bu elmi və tarixi bədii əhəmiyyətini itirməməlidir. Yəni, elmi, bədii və tarixi əhəmiyyətini saxlayan nəşrlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada depozitar fondlara verilir. Sonra keçdik maddə 18-ə, kitabxana fondlarının uçotu, mühafizəsi və onlardan istifadə edilməsi. Kitabxana fondlarında saxlanılan çap əsərlərinin və digər materialların uçotu, mühafizəsi və istifadəsi müvafiq icra orqanı tərəfindən müəyyən olmuş qaydada həyata keçirilir. Bəs dövlət kitabxana fonduna əgər ziyan vurularsa, bu necə bir tutaqça məsuliyyət daşıyırlar həmən ziyan vuran şəxs? Belə deyək, baxın, qeyd olunub ki, dövlət kitabxana fonduna vurulmuş ziyana görə hüquqi və fiziki şəxslər
Yeni qiymətləndirmə əmsalları nəzərə alınmaqla vurulmuş ziyanın 10 misli həcmində, baxın 10 misli sözünü yadda saxlayın, 10 misli həcmində maddi məsuliyyət daşıyırlar. Ötürülmüş və ya yararsız vəziyyətə salınmış çap əsərləri və digər materiallar kitabxana ilə razılıq əsasında başqa müvafiq çap əsərləri və materiallarla əvəz edilə bilər. Tutaq ki, əgər sən hər hansı bir kitabı yararsız hala salmısansa və yaxud da ki, itirmisənsə, onun yerinə başqa bir kitabı verə bilərsən, bu deməkdir. Bu qaydada Azərbaycan Respublikasının Milli Mədəni Sərvətlər reyestrinə daxil edən nadir nüsxələr şamil edilmir. Əgər nadir nüsxəni itirmisinizsə, yararsız vəziyyətə salmısınızsa, artıq onu başqa bir kitabla əvəz eləyə bilməzsiniz. Nadir nüsxələr fonduna vurulan zərərə görə məsuliyyət mövcud qanunvericiliklə tənzimlənir. Düşə bilər ki, tutaq ki, nadir nüsxəyə ziyan vurmusunuz, bu necə tənzimlənir? Artıq orada və yaxud da ki, necə məsuliyyət daşıyırsınız? Artıq variantda mövcud qanunvericilik sözü görsəz, onu götürəcəksiniz. Dövlət kitabxana fondlarının uçotu, mühafizəsi və istifadə qaydalarının pozulmasına görə kitabxana işçiləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.